Ucuz qiymətə yeni Yasamalda 3 otaqlı mənzil satışa çıxarıldı. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın yeni inşa olunmuş 11 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 96 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, sənədi kupça olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir, liftləri işlək vəziyyətdədir. Mənzilin istilik sistemi kombidir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər 211 və 77 nömrəli avtobus xəttlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əvvəldə də bildirdiyim kimi sənədi kupçadır, ipotekaya yararlıdır. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram. Bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın, su polisinin yaxınlığında yeni inşa olunmuş 11 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 96 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli və bununla bərabər sənədi kupça olan, ipotekaya yararlı olan, qazı, suyu, işığı daimi olan bir mənzildir, bir binadır. İstilik sistemi kombidir, bəzi əşyalarla birgə satılır. Maşın saxlamaq üçün binanın geniş həyəti var. Girişdə şlaqbang var, kamera və mühafizə sistemi mövcuddur. Həyətdə xanımlar və bəylər üçün 2 dənə besetka var. Yaxınlıqda market, bağça və bütün yaşayış obyektləri mövcuddur. Bu mənzilin qiyməti 182.000 manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən cüzi endirim etmək də mümkün olacaq. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.